İkinci sualda verilib ki, bərabərsizliyi ödəyən natural ədədlərin cəmini tapın. Bərabərsizliyimizi yazsaq, 3 kiçikdir 2x plus 1 bölünsün 3 kiçikdir 7. Bu ifadədə məxrəcin yox olması üçün hər bir ifadəni 3-ə vursaq, 3-ə vurulmalıdır, bu da 3-ə vurulmalıdır, bu da 3-ə vurulmalıdır. Olacaq 9 kiçikdir 2x plus 1. Çünki 3-ü vursam 3 də 2x plus 1-ə, buna yaxça gedir, yalnız söz qalır axı. Və kiçikdir 21. İndi burada məqsəd nədir? X-i tək saxlamaq. Əvvəla hər tərəfdən 1 çıxaram. Olar 8 kiçikdir 2x, o da kiçikdir 20. Və ən sonda hər tərəfi nə etməliyik? 2-yə bölməliyik. X tək qalacaq. Kiçikdir olacaq 10-dan, böyükdür 4-dən. Bizdən deyir natural ədədlərin cəmi. X-in aldığı, burada X hansı ədədlər daxildir nəyə? 5, 6, 7, 8, 9. Bu neçə eləyəcək? Bizdən bu ədədlərin cəmini soruşduğundan 17, bu da 7, 24, 30, 35. Cavab olacaq D variantı.